Değerli şagirdlər, birinci zona üzrə buraxılış imtahanı artıq başa çatır. İstəyir sualların izahını belə sizinlə bölüşək. O mərkəzli çevrədə AB vətəni AC diametrindən 2 dəfə kiçikdir. Əgər C nöqtəsi ilə B nöqtəsini birləşdirsək, burada 180 dərəcəlik qövsə sökəlmiş daxili bucaq 90 dərəcə olacaq və düz bucaqlı üç bucaqda hipotenuz katetdən 2 dəfə böyüdürsə, həmin katetin qarşısındakı bucaq 30 dərəcədir. Deməli, alfa bucağı 60 dərəcədir. İkinci sualın cavabı belədir. 62-ci sualda 4 çıx 2i kompleks ədədinin qoşmasını tapmaq tələb olunur. A çıxılsın B ədədinin qoşması A üstə gəl B i olduğundan 4 çıx 2i ədədinin qoşması 4 üstə gəl 2i'dir. 63 nömrəli tənlik trigonometrik tənlikdir. Tənliyi həll etmək tələb olunur. Misala baxsaq, bu müxtəsər vurma düsturudur. 2 sinus x minus 1 bərabərdir 0 tənliyidir. Burada 2 sinus x minus 1 bərabər 0 yazsaq, sinus x bərabər 1 bölü 2 tənliyini alarıq. Sinus x bərabər a tənliyinin həlli a 0 ilə 1 arasında olanda mənfi 1 üstündə k aksinus 2-dədir, yəni pi bölü 6 üstə gəl pi k, aradakı k daxildir z. 64 nömrəli misal 7-ci sinif müxtəsər vurma düsturları kvadratlar fərqi düsturudur. A kvadratı minus B kvadratı düsturu ilə həll eləsək 25 çıxılsın 36 y üzərində 6 alaraq 65 nömrəli misal müstəvi üzərində olmayan M nöqtəsindən MK və MY mailləri çəkilmişdir. Perpendikulyar var verilmişdir. Burada 2 bucaqlı 3 bucaq var. MN kateti ortaqdır. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısı olduğuna görə MN bərabər 3. 3 bucaq MNY-də Pifagor teoremi tətbiq eləsək, x kvadratı bərabərdir 9 üstə gəl 4, yəni 13, x bərabərdir kök altında 13 taparıq. 65-ci sualda ayın ardıcıllığında ayın bərabər 3n-1 düsturu ilə verilir. 5-ci həddini tapmaq lazımdır. Görüldüyü kimi yeni yerinə sadəcə 5 yazmaq lazımdır. 14. 67-ci sual, təəssüflər olsun ki, bəzi suallar yoxdur. 67 nömrəli sualda kök altında 19,4 ədədi hansı iki qonşu ədəd arasında yerləşdiyi soruşulur. 19,4 ədədindən daha əvvəl gələn kvadrat ədəd kök altında 16 olduğuna görə, kök altında 16 4 olduğuna görə deməli bu ədəd 4 ilə 5 arasında yerləşir. 71 nömrəli sualda A və B ədədlərinin cəmi 137, fərqi 19-dur. Bu ədədlərdən böyüyünü tapmaq tələb olunur. Alt-alta bunları toplasaq 2A bərabərdir 156, A bərabərdir 78 taparıq. 72 nömrəli sualda tənasüb verilir. Kənar hərbənin hasili orta hərbənin hasili bir-birinə bərabər olduğundan 3,1 vurulsun x bərabərdir 9-da 7 vurulsun 9,3 bərabərliyinin hər tərəfini 3-də 1-ə bölsək x bərabər olar 21 bölünsün 9 və ya 7 bölünsün 3 2,1 taparıq. 72 nömrəli sualda bir bərabərslik verilir. Bərabərsliyin həllini tapmaq tələb olunur. Bərabərsliyin hər iki tərəfini ən kiçik ortaq məxrəcə, yəni 10-a vursaq, onu 2-yə bölsək 5, 5 vurulsun 2x kvadratı üstə gəl x, onu 5-ə bölsək 2, 2 vurulsun 3x, onu 10-a bölsək 1. Paylama qanunu ilə 10x kvadrat üstə gəl 5x, sağdakıları sol tərəfə keçirsək, mənfi 6x minus 9 böyük 0 bərabərsizliyini alarıq. Burada 10x kvadratı minus x minus 9 böyükdür 0-dan. Əgər əmsallar cəmi 0-a bərabərsə, deməli köklərindən biri x1 bərabər 1, x2
2 bərabərdir. Mənfi 9 bölünsün 10 yazsaq, o zaman bərabərsizliyimiz 10 vurulsun x minus 1, x üstə gəl 10'da 9 böyük 0 şəklini alar. Bu bərabərsizliyi həll etmək üçün ədəd oxunu inteqrallar üsuluyla həll edirik. Ədəd oxunda mənfi 10'da 9 ədədi ilə 1 ədədini yazsaq və sınaq ədədi götürüb yoxlasaq, sınaq ədədi ilə 10 ədədini yoxlasaq, müsbət, artıq müsbət, mənfi, müsbət ardıcılığını alarıq. Bizdə sıfırdan böyük olan hissələr soruşulur deyə mənfi sonsuzluqdan mənfi 0,9'a qədər birləşmə, birdən müsbət sonsuzluğa qədər alarıq. Sonuncu 74 nömrəli misalda üslü ifadə şəklində yazsaq, LJ onluq loqaritma üzərində 5'də 2, üzərinə gəl onluq loqaritma 10 üzərində 3'də 2, üzərinə gəl onluq loqaritma, burada səhvlərimizə 3 olmalıdır, 10 üzərində 5'də 3, üstə gəl onluq loqaritma 10 üzərində 3'də 1 yazsaq və məlum qaydaya görə bütün 10 üzərindəki vuruqlar loqaritmanın əvvəlinə düşür. Loqaritma onu ortaq vuruq kimi mötərizə xaricinə çıxartsaq 5'də 2, üstə gəl 3'də 2, üstə gəl 5'də 3, üstə gəl 3'də 1 alarıq. Birinci vuruğumuz loqaritma 10 əsasından 11'dir. Bu ədədləri də biz toplasaq, 5'də 2 ilə 5'də 3'ü toplasaq, bu bizə 1 verər, 3'də 2 ilə 3'də 1 toplasaq, bu bizə 1 verər. Ümumi cavab 2 olar. 75 nömrəli sual ilə davam edirik. Burada müxtəsər rüqam üsullarının tətbiqi ilə ifadəni sadələşdirmək lazımdır. 49 ilə 29'un kvadratlar fərqi ilə 46 ilə 26'ın kvadratlar fərqi üsulunu müxtəsər rüqam üsulları ilə açsaq, altından bir xətt çəkiləndən ötürü 49 minus 29, 49 üstə gəl 29, üstə gəl 2 xəttlər üçün 46 minus 26, 46 üstə gəl 26 alarıq. Məxrəcdə isə bizdə 600 ədədi var. Nəhayətində 20 vurulsun 78, üstə gəl 20 vurulsun 72, bölünsün 600, 20 ortaq vuruğunu mötərizə xaricinə çıxartsaq, 20 vurulsun 78, üstə gəl 72, bölünsün 600. Ədədini alarıq, ixtisar eləsək, yuxarıda 1, aşağıda 30, 150'ni 30'a böləndə cavab 5. 76 nömrəli sualda verilir düz prizma, yan səthinin sahəsi 72, hündürlüyü 6'dır. Həmin prizmanın oturacağının sahəsini tapmaq lazımdır. Məlum qaydaya görə prizmanın yan səthinin sahəsi oturacağının perimetri ilə hündürlüyü hasillə bərabərdir. Söhbət düz prizmadan gedir. Burada oturacağının perimetrini tapmaqdan ötürü yan səthinin sahəsini sadəcə hündürlüyə bölmək lazımdır. Cavab 12'dir. Trigonometrik ifadələr dərəcələrdə qiymətləri hesablamaq. Sinus 30 dərəcədə 1/2, tangent 45 dərəcədə 1 aldığını bilirik. 231 dərəcəni isə çevirmə sütunun köməkliyi ilə sadələşdirsək, 231 dərəcə üçün yazaq, üstə gəl sinus 231 dərəcəni 270 minus 39, üstə gəl kosinus 39 minus 1 bərabərdir. Birinci toplananımız 5'dir. 270 dərəcədə sinus öz adını dəyişir. 3-cü rübdə sinus mənfi olduğuna görə olur mənfi. Sinus kosinusa çevrilir. Kosinus 39 dərəcə. Üstə gəl kosinus 39 dərəcə minus 1. Müsbət və mənfi kosinus 39'ları islah edəsək, cavab 4'dür. Üstün təhlillər bölməsindən bir təhlil verilir. 6'da 1 üzərində x bərabər 3'də 2 üzərində x üstə gəl 1 olarsa 4 üstündə x ifadəsinin qiymətini tapın deyir. Təhlil bu formada həll etsək, 6'da 1 üzərində x bərabərdir. 3'də 2 üzərində x vurulsun 3'də 2 üzərində 1 yazsaq və 6'da 1 üzərində x bölünsün 3'də 2 üzərində x bərabərdir 3'də 2 taparıq. Qüvvətlər eyni olduğuna görə
6'da 1 3'də 2-yə bölərik. 6'da 1 vuraq 2-də 3'ə. Üzərində x bərabərdir 3'də 2. İxtisar eləsək, yuxarıda 1, aşağıda 2 alınlar. Olacaq 1 bölünsün 4 üzərində x bərabərdir 3'də 2. Bizdən 4 üstündə x'i soruşduğuna görə 4 üzərində x bərabərdir 3 bölü 2. Yəni 1,5'dir. Başlayalım. 79 nömrəli sualda şagird olimpiadada 4 sualdan ilk üçünə görə topladığı balların ədədi ortası 8, 4-ünə görə topladığı balların ədədi ortası isə 7 olarsa, 4-cü suala görə neçə bal almışdır sual verilir. Əgər ilk üçünə görə toplanmış balların ədədi ortası 8-dirsə, hər bir sual üçün 8 bal qəbul etsək, 3 vur 8 bərabər 24. 4 suala görə balların ədədi ortası 7 olarsa, 4-ünə görə, 4'ü 7'ye vursa, cavab 28 eləyər. 4-cü sualın neçə bal olduğunu tapmaq üçün 28'dən 24 çıxsa, deməli şagird 4-cü suala görə topladığı bal 4 baldır. 80-ci sualda ABC üçbucağı düzbucaqlı üçbucaqdır, perimetri 48. Hipotenuzun katetə nisbəti 5'in 4'dədir. Hipotenuzun uzunluğunu istəyir. Fibor teoremindən məlumdur ki, katetlər 5K, 4K'dırsa, deməli digər katet 3K'dır. Onda perimetr 12K bərabər 48 cm-dən K bərabər 48 bölü 12 4 taparıq. AC-nin uzunluğu AC hipotenuzdur 5K'dır. 5 vur 4. Cavab 20 cm olar. 81 nömrəli sualda kvadrat formasında iki bağça ətrafında perimetrləri boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çox. Birinci bağçanın sahəsi ikinci bağçanın sahəsinin 2 mislindən 8 kvadrat metr azdır. Birinci bağçanın sahəsi ikinci bağçanın sahəsinin 2 mislindən 8 kvadrat metr azdır. Sulama üçün ən azı nə qədər borudan istifadə olduğu sualı verilir. Gəl bu məsələyə baxaq. Birinci bağçanın sahəsi x üstəgəl 2'nin kvadratı bərabərdir. 2 vurulsun ikinci bağçanın sahəsi x kvadratı perimetrləri -8 x kvadrat üstəgəl 4 x üstəgəl 4 müxtəsər olmaq üstü ilə alsaq bərabər 2x kvadrat -8 olar. Bütün ifadələri bərabərliyin bir tərəfinə keçirsək 2x kvadratı -x kvadrat 1x kvadratı 4x'i bərabərliyin sağına keçirsək -4x müsbət 4'ü bərabərliyin sağına keçirsək -12 bərabərdir 0 təmini alarıq. Buradan diyet teoreminə görə kökləri cəmi müsbət 4'də kökləri hasılı mənfi 12'ye bərabərdir. Bu 6 ədədi ilə mənfi 2 ədədlərdir. Əlbəttə ki, bu mənfi 2 kənar kökdür. Deməli, biz x üçün 6 tapmışıq. O zaman birinci bağçanın perimetri olacaq 6 üstəgəl 2 vur 4, yəni 32. İkinci bağçanın perimetri olacaq 6 vur 4, yəni 24. Ümumi boru uzunluğunu tapmaq üçün isə 4 metr 8, üstəgəl 32, üstəgəl 24 bərabərliyindən 64 metr boru lazım olduğunu taparıq. 2 nömrəli məsələdə bir məktəbin müəllim kollektivinin 4'də 1 hissəsi Şuşaya, 5'də 4'ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi yazılır. Bu kollektivdə neçə müəllim var? Bəzi də ki, kollektivdəki müəllim sayı A nəfərdir. 2 nəfər hər iki şəhərə səfər etdiyi üçün orta hissəyə 2 yazarıq. A nəfər adamın 4'də 1'i Şuşaya səfər edib. 2 nəfəri ortaq olduğu üçün 4'də 1 A -2 nəfər sırf Şuşaya gedənləri sayılır. 5'də 4'ü Xankəndiyə gedib. 2 nəfər hər ikisində olduğu üçün sırf təkcə Xankəndiyə gedənlərin sayı 5'də 4 x, 5'də 4 A -2 olar. Şərtə görə bunların cəmi A-ya bərabərdir. Yazsaq 4'də 1 A -2 tək Şuşaya gedənlər, 2 nəfər hər ikisinə səfər edənlər, 5'də 4 A
minus 2 təkcə Xankəndiyə gedənlərdir. Şərtə görə bunların cəmi bütün kollektivi verəcək. -2 ilə müsbət 2-ni islah edəcək. Onlar 4-də 1A plus 5-də 4A minus A bərabərdir 2. -2-ni bərabərliyi sağ tərəfini açsaq, onlar müsbət 2. Hər tərəfi 20-yə vursaq, məxrəcdən azad olmaq üçün 24-ə böləndə 5, 5-i 1-ə 5A 20-ni 5-ə böldükdə 4, 4-ü 4-ə vuranda 16A 20-ni A-ya vuranda minus 20A bərabərdir 40 alarıq. 21A-dan 20A-nı çıxanda A bərabərdir 40 nəfər cavabını tapar. ABCD trapesiyasında AB bərabərdir 6, CD bərabərdir 8 cm. CE parçası isə bu trapesiyanın romb və düzbucaqlı üçbucağa ayırırsa, ABCD trapesiyasının perimetrini tapmaq tələb olunur. Şərtə görə ABCY perimetridir. ABCY rombdur. ABCY və AY tərəfləri 6 cm-dir. YCD üçbucağı isə düzbucaqlı üçbucaqdır. O zaman Pifagor teoreminə görə YD parçasının uzunluğu 36/64 bərabər 10 olar. ABCD'nin perimetrini tapmaq üçün isə bütün tərəflərini toplasaq 6, 6, 12, üstəgəl 8, üstəgəl AD tərəfinin uzunluğu şəkildə gördüyü kimi 16-dır. Cavab 36 cm olar. Turistlər gəzinti zamanı motorlu qayıqla iki məntəqə arasındakı məsafəni çayın axın istiqamətində gedib, əksi istiqamətində qayıtmağa cəmi 4 saat vaxt sərf etdilər. Qayığın sürəti 6 km/saat, çayın axma sürəti 3 km/saat olarsa, bu məntəqələr arasındakı məsafəni tapın. Fərz edək ki, A və B məntəqələr arasındakı məsafə S-dir. Biz bu S-i axtarırıq. Şərtə görə axın ilə və axına qarşı sərf olunan zamanların cəmi 4 saatdır. Yazaq. P axın ilə üstəgəl P axına qarşı bərabərdir 4 saat. Aydındır ki, zaman məsafənin sürəti olan nisbətidir. Axın ilə sürəti tapmaq üçün motorlu qayığın sürəti ilə çayın axma sürətini toplasaq 9. Axına qarşı sürəti tapsaq 6-dan 3 çıxsaq 3 olar. O zaman axın ilə zaman S bölünsün 9. Üstəgəl axına qarşı zaman S bölünsün 3. Şərtə görə bu bizə 4 verir. Hər tərəfi 9-a vursak, 9-u 9-a böləndə 1, S. 9-u 3-ə bölsək 3, 3-ü S-ə vursaq 3S bərabərdir 36. 4S bərabər 36-dan S bərabər 9 kilometr olar. Koordinat müstəvisi üzərində fx bərabərdir 4-də 1 x bölünsün mötərizə x üstəgəl 4-də kvadrat üstəgəl 3 funksiyasının koordinat başlanğıcına nəzərən simmetrik çevrilmiş Rx funksiyası verilir. A, B məsafəsi ilə CD məsafəsinin cəmini tapmağı tələb olunur bizdən. Aydın məsələdir ki, koordinat başlanğıcına görə simmetriyada -4-də simmetrik olan nöqtənin koordinatı 4, müsbət 3-ə simmetrik olan nöqtənin koordinatı isə -3-dür. A, B məsafəsini tapmaqdan ötürü A nöqtəsi ilə B nöqtəsini birləşdirsək, burada belə bir düzbucaqlı üçbucaq çəkə bilərik. Məsafələrin 4 vahid olduğundan KB məsafəsi 8, AK məsafəsi isə 3 olduğundan AK məsafəsini 6 tapa bilərik. Onda AB Pifagor teoreminə görə 64 üstəgəl 36 cəmi ilə 10 tapılar. C nöqtəsi fx funksiyasının y-oku ilə kəsişmə nöqtəsi olduğundan bu nöqtənin y-oku üzərində olmalı, onun apsinin 0-a bərabər olmağını deyir. O zaman biz f0-ı tapsaq, 4-də 1 vurulsun 0 üstəgəl 4 kvadratı üstəgəl 3 bərabərliyinə, 16-nı 4-ə bölsək 4, 4-ün üzərində 3 gəlsək 7 olar. O zaman bura 7, D nöqtəsi isə onun əksi -7 olar. CD məsafəsi 7 vahid, 7 vahid, 7 üstəgəl 7 bərabər 14 olar. AD ilə CD-nin cəmi isə birlikdə
24 vahid olar. Diqqətinizə görə minnətdarıq. Hər birinizə gələcək imtahanlarda uğurlar arzulayırıq.